Hamınıza salam olsun dostlar. Samir'in Dünyasının 2-ci bölümünə xoş gəlmisiniz. İndi keçək bölümə. Bu qarşımda olan mənim dostum Arif'dir. Arif, salam. Necəsən? Ya, mən sənə bir iki şey deyəcəm. Təbii ki, buyur. Ya, əgər fikirləşdiyim şey isə, neysə, de. Ya, bilirsən də, indi atam, mənim 17 yaşım var və atam işləyir tək başına. Ona görə mənə pul qazanacaq bir iki şey deyə bilər misin? Yəni məsləhət kimi. İndi başa düşdüm. Yəni deyək də, məsələn YouTube kanalı aça bilərsən. Oradan da para qazanmaq olur. Oha, həqiqətənmi? Onda açaq və başlayaq. Nə deyirsən? Məncə də başlayaq ki, atava kömək edə. Gəl onda bir yerə gedək. Orada da videomuzu çəkməyə başlayaq. Aha, burada gələk. Samir mənə gözlük burada. Kanalı da yaradaq. Adına. Bu məşəliyə niyə gəldik? Niyə mi gəldik? Çünki kanala ilk videonu yükləməyə görə. Sizin de biraz verebilirsiniz video mu çəkəcəksiniz? Gözləyin. O Arif mənə bulaşıb. Və mənə çox şey zorbalıq eləyib. İndi siz görürsünüz. O kanalda video çəkdirməyə qoymayacağım sizi. Aha Arif, videomuzu da çəkdik, yükslədik də. Səncə tutarmı və qazanarıq? Baxaq da, baxaq nələr olur. Mən də sansür deyim, evə gedirəm. Neyse, inşallah Samir parayı qazanar. Nə? Sən oradan çıxdın? Hatırladın mı məni? Ya nə istəyirsən məndən? İndi istəyirsənsə, o dostumun kanalına bax. Nə olub ki, onun kanalı? Hackləmişəm. Nə deyirsən? Niyə belə bir şey elirsən? Sənin dərdin məndən deyilmi? Səndən də, amma mən indi dərdimi Sabirlə çözmək istədim. Neysə, mən indi gedirəm. Bir kanalıma baxım. Baxım nətərdir. Nə? Kanal... Nə? Samir'in Dünyası kanalı hackləndi mi? Nə?